Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bugün tarix boyu adları ilə hörmət, əməlləri ilə nümunə olmuş seyidlərin kimliyinə əsl həqiqətin gözü ilə baxacaq. Kimdir seyidlər, necə tanınıb, cəmiyyət və din tarixində hansı izi qoyub? Unudulan, təhrif edilən və yanlış təqdim olunan məqamları qonağımız Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı, Bakı İlahiyyat Kollecinin müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Ağamağlanov Hilal ilə birgə aydınlaşdıracaq. Hilal müəllim, xoş gəlmişsiniz, necəsiz? Çox sağ olun, xoş gəlmişsiniz olsun. Sizi verilişimizdə görmək bizə çox xoşdur. Qarşılıqlıdır. İlk sualımı vermək istəyirəm Hilal müəllim. Hər sözün bir tarixi, bir mənası var. Bəzən əsrlərdən boylanan sözlər içində elələri tapılır ki, həm də bir kimlik daşıyır. Seyid sözü də onlardan biridir. Hilal müəllim, seyidlik nə deməkdir? Seyid sözünün mənşəyi və əsl mənası nədir? Dəvətinizə görə təşəkkür edirəm. Biz təşəkkür edirik. Gözəl sual görə də həmçinin. Seyid ərəb mənşəli kəlmədir. Ərəb dilində bunun Azərbaycan dilindəki mənalarla ifadəsi ağa deməkdir, sahib, malik, əmir, başçı, rəhbər mənalarını ifadə edir. Seyidlər kimdir? Ona gəldikdə, seyidlər Peyğəmbərimizin babalarından Haşim nəslindən və Əbdülmüttəlibin nəsli olaraq ki, Peyğəmbərimiz də həmin o nəslin üzvüdür ki, onların nəsli olaraq sayılır. Yəni, ümumən Peyğəmbərimizin təkcə qızı Fatimədən, Həzrət Əlidən dünyaya gələn insanlar yox, həmçinin Haşimilər, Bəni Haşimin özü ümumiyyətlə seyid olaraq qəbul olunub. Amma hazırki dövrdə ki, nəsil şəcərələri əsasən ki, Peyğəmbərimizə olan nisbəti təsdiqləyirdi. Ona görə də cəmiyyətimizdə hal-hazırda seyidlər əsasən hər hansı bir yolla, nəsil şəcərəsi ilə Peyğəmbərimizə yetişən şəxslərə deyilir. Kiminsə seyid olması təkcə bir ad məsələsi deyil. Nəsil və şəcərə insan üçün həmişə önəmli olub. Amma İslamda bu daha fərqli dəyərlərlə anılıb. Kimlər seyid sayılır? Seyidlik, nəsil şəcərəsi, təyini və onların adları. Təbii ki, seyidlər ki, İslam coğrafiyasının geniş ərazilərinə ki, yayılıblar, onların da həmçinin seyidliklərinin təsdiqi ilə bağlı da müəyyən problemlər daim ortaya çıxıb. Lakin İslam ümməti bu tarix boyu, bu 14 əsrlik müddət ərzində seyidlərin nəsil şəcərələrinin təsbiti ilə bağlı, onların təsdiqi ilə bağlı müəyyən fəaliyyətlər göstəriblər. Hələ Əbbasilərin dövründən, ilk dövrlərindən artıq Nuqəbail Əşraf adında bir təsisat var idi ki, həmin o əşraf deyiləndə ki, Peyğəmbərin nəslindən olan, yəni əşrəflər, şərəflər nəzərdə tutulur ki, onların bir qeydiyyatını aparırdı, onların nəsil şəcərəsinin təsdiqləməsi ilə məşğul idi. Həmçinin tarix boyu Mədinənin özündə, sonra Qahirədə də bu olub, Fatimilər dövründə, həmçinin Osmanlı dövründə, Nəcəfül Əşrəfdə bu qeydiyyatlar aparılıb. Bir seyidin seyid olmasının təsdiqi üçün onun bir şəcərəyə sahib olması lazımdır. Bu şəcərə onun Peyğəmbərin hansı nəslinə, hansı övladına bağlandığını hər nəsildən nəsilə təsdiqləməyi özündə ihtiva edir. Bu cür nəsil şəcərələrinə sahib olan şəxslərin seyidlikləri təsdiq olunur. Həmçinin bir coğrafiyada bir neçə nəsil, ata, baba, övlad, nəvə, nəticə ki, yaşadıqda və bunların da həmçinin nəsillərinin də seyid olduğu cəmaat arasında məşhur olanda, məlum olanda da bu özü də bir növü o şəxslərin, o ailənin seyid olduğunu təsdiqləyən bir amildir. Ki, yenə də amma bunun əsas dəlili, birinci sübutu şəcərəyə bağlanır. Quran-ı Kərim insan həyatına yön verən, hər məsələyə toxunan ilahi bir kitabdır. Həmçinin Peyğəmbər Səlavatıllahın sözləri İslam tarixinin ən mühüm qaynaqlarından biri olan hədislər vasitəsilə bizə yol göstərir və hər bir kəlməsi həyatımıza nur və istiqamət verir. Hilal müəllim, Quran-ı Kərim və hədislərdə seyidlər haqqında nə deyilir? Bu mövqe niyə əhəmiyyətlidir? Quran-ı Kərimin ayələrində biz seyid kəlməsinin özünə rast gəlirik. Nümunə olaraq deyək ki, Ali İmran surəsinin 39-cu ayəsində Allah Teala buyurur ki: "Ennallaha yubəşşiruke bi Yahya musaddiqan bi kelimatin minallahi və sayyidan və hasura." Bu ayənin tərcüməsində Allah Teala Zəkəriyyə peyğəmbərə bildirir ki, Allah səni Yəhya adında bir
oğulla müjdələyir və o seyid və təqvalı şəxsdir ki, bu xüsusiyyətlərini, seyidliyini orada qeyd edir. Yəni, buradakı seyidliyi onun bir başçı, bir ümmət başçısı, bir tayfa başçısı olmasını qeyd eləməkdir. Başqa bir ayədə biz Yusif surəsində rast gəlirik yenə də. Orada da Allah Teala buyurur ki, وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ və onlar hər ikisi də qapının qarşısında öz ağaları ilə qarşılaşdılar. Buradakı seyid mənası sahib, malik, ağa mənasındadır. Ki, biz Quran-Kərimdə bu kəlmələrin istifadəsini bu şəkildə görmüşük. Amma bizim barəsində söhbət açdığımız seyidlər ki, İslamdakı seyidlər məsələsinə gəldikdə, Quran-Kərimdə Allah Teala Şura surəsinin 23-cü ayəsində buyurur ki, Peyğəmbərimiz xitabən buyurur ki, قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى ki, tərcüməsində budur ki, de ki, ya Peyğəmbərim, bu Peyğəmbərliyimin, bu elçiliyimin, təbliğimin qarşılığında sizdən heç bir əcr, mükafat istəmirəm. Yalnız mənim qohumlarıma məhəbbətdən başqa. Bir çox təfsir alimləri bu ayənin təfsirində həmçinin bu zil qurbənin, ayədəki qeyd olunan zil qurbənin Peyğəmbərin qohumları olduğunu qeyd edilmişdilər. Başqa bir ayə baxaq, ümumiyyətlə bir surə var Quran-ı Kərimdəki, Kövsər surəsidir. Kövsər kəsir sözündəndir, bilirsiniz. Həmin bu söz çox mənasını, çoxlu xeyirlər ehtiva etmək mənasında qeyd olunur. Ayənin, surənin ümumiyyətlə nazil olmasının səbəbi bu olur ki, As ibn Vail adında bir şəxs Peyğəmbərimizə oğlu Qasimin ölümünə görə Əbtər deyir. Əbtər ərəb dilində soyu kökü, olmayan, sonsuz, sonu kəsik olan mənasını ifadə edir. Ki, bu hadisənin, bu ayənin ümumiyyətlə nazil olmasının bu hadisə ilə bağlılığı göstərir ki, ayədə Peyğəmbərimizin ki, Allah Teala buyurur, İnnə şənəkə huvəl əbtər, sənin düşməninin özünün soyu, özünün zikri yarımçıq, kəsikdir, qopuqdur mənasındadır. Bu onu bildirir ki, Peyğəmbərimizin soyu, nəsli qiyamətə qədər davam edəcək. Ki, əksinə Peyğəmbərimizin düşməni olan həmin o şəxsin isə nəsli, soyu və zikri əbtərdir, yəni qısadır. Dinimizin bəzi anlayışları var ki, xüsusi status daşıyır. Seyidlik də bunlardan biridir. İslam fiqhi seyid ilə seyid olmayan arasında fərq qoyurmu? Hər bir elmin həqiqəti gələcəkdədir. Deyək ki, fizika keçmiş dövrdən başlasa da, amma ixtiraları ilə, kəşfləri ilə həmişə gələcəyə yönümlüdür. Yəni, yeni nəsil fizikanı öyrənəndə heç vaxt gedib qədim dövrdəki fizikanı öyrənmir, müasir dövrün fizikasını öyrənir misal olaraq. Amma din sahəsində belə deyil. Dinin həqiqətinə varmaqdan ötürü insan görək 14 əsr bundan əvvəlki, yəni əgər biz İslam dinindən danışırıqsa, 14 əsr bundan əvvəlki dövrə geçsin. Həmin dövrdəki qanunlara, həmin dövrdə icraatda olan hökmlərə diqqət yetirsin. Biz də həmin Peyğəmbərimizdən qısa müddət sonraki dövrə nəzər saldıqda görürük ki, İslam məzhəbləri arasında, yəni hal-hazırda mövcud olan 5 böyük məzhəbin özünün hər birinin fiqhində seyidlərə dair xüsusi hökmlər yer almaqdadır. Həm Əhl-i Sünnə fiqhində, həm Cəfəri fiqhində seyidlərə zəkat vermək haram bir əməl sayılır. Bunu həm fitr zəkatına şamil eləyibləri, həmçinin mallardan verilən zəkatlara da şamildir. Bu, həm Əhl-i Sünnədə, həm Cəfərilərdə bu müəyyən hədislərə əsaslanır və həmin hədislərə əsasən də və Peyğəmbərimizin özünün də dövründə tətbiqləri həmçinin əsaslanır. Həmin hədislərə əsasən Peyğəmbərimiz buyurur ki, mənim nəslimə sədəqə və zəkat haramdır. Ki, bu cür məna ehtiva edən çox sayda səhih kitablarda hədislər mövcuddur. Zəkatın baxırıq ki, Peyğəmbərimizin nəslinə verilməsi haram qeyd olunur. Yəni, həmçinin onların da zəkat alması haramdır. Həmçinin sədəqə də almaları haramdır. Amma seyidlər öz aralarında seyidin seyidə zəkat verməsi və yaxud seyidin seyidə sədəqə verməsi bu icazəlidir. Amma seyid olmayan şəxslərin seyidə zəkat vermələri bu şəriətlə qadağan edilir və haram hökmündədir. Biz buradan görürük ki, İslamın hələ ilk dövrlərində müsəlmanlar seyid və qeyri-seyid ayrımını tətbiq edirlər. Yəni, insanlara
Baxırlar ki, kimlər ki seyiddir, bunların hökmü başqadır ki, bunlara zəkat vermək haram olur. Kimlər ki seyid deyil, bunlara zəkat vermək icazəli olur. Bu ayrımı müəyyən eləməkdən ötürü mütləq cəmiyyətdə seyid olanla seyid olmayan bir-birindən ayrılmalıdır. Bu, sonraki dövrlərdə bir qeyd elədiyimiz kimi ki, Abbasilərin dövründən başlayaraq artıq seyidlərin yazılı şəcərə bir institutu formalaşır. Bu, həmin ona görə idi ki, sabahları hansısa bir insan seyidə zəkat verib, sədəqə verib, harama düşməsin və yaxud hər hansı bir seyid zəkat, sədəqə qəbul eləyib, o haram işi, özünə haram bir əməli yerinə yetirmiş olmasın. Həmçinin seyidlərin İslam şəriətində hörmətləri, ehtiramları da təsbit olunur. Biz böyük məzhəb fəqihlərinə, imamlarına da baxanda onların da həyatlarında bunu görürük. Nümunə olaraq Əhl-i-Sünnə məzhəbinin böyük fəqihlərindən olan İmam Əzəmi, onun bir hadisəsini qeyd edilmişsə, Buyurun. bir gün məsciddə minbərdə xutbə söyləyən vaxtı arada bir ayağa qalxır, əyləşir, qalxır, əyləşir. Yerdə oturanlar deyirlər ki, ya imam, əgər yeriniz narahatsa, sizin üçün bir rahat şərait yaradaq. O bildirir ki, xeyr, sadəcə pəncərənin önündən bir seyid balası keçir. Hər dəfə o mənə boylanıb baxanda mən özümdə bir ayağa durub ehtiram göstərmək bir vəzifəsi görürəm özümdə. Ona görə də ayağa qalxıram. Yəni baxırıq ki, həmin dövrlər, yəni bu İslamın Peyğəmbərdən sonraki ilk dövrləridir, həmin əsrdir. O dövrdə belə insanlar balaca bir seyid övladına qarşı belə bu cür ehtiram göstərilir. Şəri tərəfdən dedik ki, zəkat haramdır, seyidlərə zəkat verilməsi haramdır. Bəs Allah Teala bu insanlara zəkatı haram eləyəndən sonra hansısa başqa bir şəri vergi təsis eləyibmi? Əgər biz desək ki, seyidlərə sədəqədir, zəkat da haramdır, bəs bunların çətin vəziyyətdə olanları, ehtiyaclı olanları öz ehtiyaclarını hansı mənbədən təmin eləməlidirlər? Bəli. Buna görə də bu da yenə də məzhəblər arasında həmfikir bir məsələdir ki, Allah Teala zəkatı, sədəqəni seyidlərə haram eləyib, bunun əvəzində onlara xümsdən bir pay ayırıb. Cəfəri məzhəbinə görə xüms ümumiyyətlə, bütünlüklə seyidlərə aiddir. Amma Əhl-i-Sünnə məzhəblərinə görə həmçinin həm seyidlərə, həm də qeyri-seyidlərə verilir. Yəni, həm Əhl-i-Sünnə məzhəbində də görürük ki, zəkat, sədəqə haram olduğu halda, həmçinin onlar da xümsdən həmin şəxslərə müəyyən pay ayrılmışlar. Yəni, biz yenə də burada görürük ki, Allahın qanunlarında seyidlə qeyri-seyidlər arasında müəyyən bir fərqlər qoyulmuşdur. Tarixi dövlətlər yox, insanların izləri yaşadır. Zaman hökmünü verib, dövlətlər və baxışlar dəyişib, amma dəyərlər unudulmayıb. Hilal müəllim, seyidlərin İslam dövlətlərindəki mövqeyi necə olub? Bir arada qeyd elədiyimiz kimi Abbasi dönəmindən bu təsisat artıq formalaşmağa başlayıb. Abbasilər həmin o Nəqib-ü Əşraf adlı bir təsisat qurmuşlar ki, orada seyidlərin şəcərələri qeyd olunurdu və sonraki nəsilləri təsbit olunurdu. Və sonraki dövrlərdə biz deyək ki, 10-cu əsrdə Fatimilər dövlətində də eyni bu cür bir təsisatı görürük. Həmin onlarda ümumiyyətlə seyidlərin işlərinin tənzimlənməsi, aralarındakı mübahisələrin həll olunması və cəmiyyətdəki mövqelərinin, ehtiramlarının qorunmasına xidmət edən bir təsisat idi. Sonraki dövrlərdə Osmanlıların dövründə də həmçinin Osmanlıların ilk dövrlərində Sadat Bakanı var idi. Sonradan bu da yenə də Nüqəba-ül Əşrafa çevrildi ki, sonraki dövrlərdə və son 1920-ci illərə qədər də bu təsisat davam eləmişdi və Osmanlının özünün hal-hazırda mövcud olan İstanbuldakı arxivlərində də, Süleymani arxivlərində də həmin o şəcərələr ki, 14 əsrə söykənən seyidlərin şəcərələri bu dövrdə də arxiv olaraq qorunub saxlanmaqdadır, mövcuddur. Həmçinin sonraki dövrlərdə biz Səfəvilərin dövründə də, həmçinin İdrislər dövründə də, Hülakilər dövründə də seyidlərə xüsusi ehtiramın olduğunu, nümunə üçün yenə də o Qızıl Ordu dövründə Özbək xanın öz sarayında seyidlərə iqamət verdiyini, yəni bir şəxsin seyid olduğunu bildiyi halda onu öz
da saxladığı, qonaq elədiyini tarixdə müşahidə eləmişik. Yəni gördüyümüz bütün bu müsəlman coğrafiyasında tarix boyu daim seyidlərə böyük hörmət və ehtiram göstərilir və seyidlər həmişə dövlətlərin və dövlət hökmdarların diqqət mərkəzində olurlar. Bəs seyidlik və təqva arasında hansısa bir əlaqə varmı? Allah Teala Qurani-Kərimdə buyurur ki: "İnna akramakum indallahi atqakum." Həqiqətən də Allah yanında ən hörmətliniz, ən təqvalınızdır. Allah Teala Qurani-Kərimdə bu ayəni bildirməklə insanların Allah yanındakı məqamlarının seyidliyə, qeyri-seyidliyə, kiminsə nəslinə mənsub olub olmamağına görə, hansısa məqamda olmağına görə deyil, sırf təqvasına bağlayır. Bu baxımdan da seyid əgər iman sahibsə, yəni biz qeyd elədiyimiz bu ehtiram, bu hörmət seyidlərə göstərilən, orada mütləq bir şərt iman şərtidir. İman şərti olmadan həmin o seyidlər cəmiyyətdə o imtiyazlara, o ehtirama malik olmurlar. Bu baxımdan təqva hər bir fərddə şərt olduğu kimi seyidlər üçün də eyni ilə həmin şərtdir. Əgər qiyamət günündə Allah soru-sual eləyəndə eyni ilə seyid də qeyri-seyid kimi təqvası barədə, əməlləri barədə soru-sual olunca yaxşı əməl sahibləri mükafat olaraq cənnətə, pis əməl sahibləri də öz cəzasına layiq görüləcəklər. Bəzən insanlar həyatları ilə, bəzən də son mənzilləri ilə yaddaşlarda iz qoyur. Elələri var ki, adı çəkiləndə belə ruhuna ehtiram duyulur. Elələri də var ki, məzarı əsrlər boyu ziyarət yeri olur. Tarix göstərir ki, insanın dəyəri təkcə yaşadığı ömrün içində deyil, getdiyi yerdə, qoyduğu izdə də ölçülür. Bəzi seyidlərin qəbirlərinin ziyarətgaha çevrilməsinin səbəbi nədir? Seyidlər daim cəmiyyət arasında bir Peyğəmbərin bir parçası kimi, Peyğəmbəri xatırladan bir şəxslər kimi yad olunurlar. Yəni seyidlərə biz yenə deyirik ki, özlərinin şəxsən birbaşa feillərinə görə yox, ilk olaraq onlara hörmət Peyğəmbərin sürgündən və Peyğəmbərin nəslindən olduğuna görədir. Peyğəmbərimizin nəslindən olan bu şəxslərin bəzilərində həm İslama xidmətdə, həm cəmiyyətə xidmətdə, bəziləri dualarının müstəcab olması ilə ki, bir xüsusi yönləri olub. Cəmiyyət içində bu insanların bu cür mirasları, bu cür fəaliyyətləri həmçinin insanların onları öləndən sonra da, dünyalarını dəyişəndən sonra da müraciət etmələrinə bir səbəb olmuşdur, bir səbəbdir. Nümunə üçün yaxın dövrümüzü, bu xatirəmizin belə canlı olduğu dövrlərdir, biz öz yaşlılarımızdan da eşitmişik. Mir Mövsüm ağa deyilən bir şəxs olub Bakıda və onun qəbri hal-hazırda da ziyarətgahdır. Sovet dövrünün Allahsızlığın, dinsizliyin, dinin səhv olduğunu, dinin batıl olduğunun təbliğ olunduğu bir dövrdə sanki Allah Teala Peyğəmbər nəslindən, onun genlərini daşıyan bir şəxsi, hansı ki əlacsız, çarəsiz, hətta bir fiziki qüsuru olan bir şəxsi ortaya çıxartdı və Peyğəmbər nəslindən olması ilə insanları yenə də Peyğəmbərin İslamına, dininə, fəaliyyətinə diqqətini yönəltdi. Biz eşitmişik ki, həmçinin bu bir çox məqalələrdə də qeyd olunub ki, Mir Mövsüm ağa müəyyən sağalmayan xəstələr olub ki, ona müraciət ediblər, şəfa tapıblar, müəyyən insanların müşkülləri olub ki, həmin insanlar da həmçinin ona müraciət edib, müşküllərini həll ediblər və onunla bağlı bir çox belə hadisələr qeyd olunub. Bu, həmin dövrdə insanların imanına yönəlik, imanına xitab eləmək üçün, həmçinin insanların imanını qorumaqdan ötürü bir vəsilə olub və insanlar o dünyasını dəyişəndən sonra da artıq o müraciət mənbəyini onun qəbrinə çeviriblər. Ümumiyyətlə, deyək, qəbirlərin ziyarət olunmasında yaxud orada dua edilməsində o dinimizlə bağlı bir ziddiyyət yoxdur ki, biz Qurani-Kərimdən iki misal çəkək ki, Qurani-Kərimdə baxaq buna. Biz xanım Məryəmlə bağlı Allah Taala'nın Qurani-Kərimdəki ayələrini görürük ki, orada Allah Taala buyurur ki, Zəkəriyyə peyğəmbər ki, hər bir zaman ki, xanım Məryəmin ibadət elədiyi mehraba ki, daxil olurdu, orada müəyyən meyvələr, ruzilər görürdü. Ki, bunu ərəbcəsində
belə buyurur ki, "Kulləmə dəxələ aleyhə Zəkəriyyəl mihrabə vəcədə indəhə rizqə." Ki, onun yanında bir ruzi rizq görürdü. Bir gün Zəkəriyyə peyğəmbər ondan soruşur ki, "Ənnə ləki həzə?" Bu sənin üçün hardandır? Xanım Məryəm də buyurur ki, "Min indillah." Bu mənə Allah yanından göndərilib. Zəkəriyyə peyğəmbər xanım Məryəmin doğru danışan, əməli salih, təqva sahibi olduğunu bilirdi. Ona görə də bilirdi ki, o bu sözü yalan demir. Həqiqət də onun dediyi. Bilirsiniz ki, Zəkəriyyə peyğəmbərin də uzun müddət övladı olmamışdı. Həmin o ayələrin davamına baxanda görürük ki, Allah Teala buyurur ki, "Və hunəlikə də'a Zəkəriyyə Rabbə." Və hunəkə, yəni həmin o yerdə, o məkanda, o məqamda Zəkəriyyə Rəbbinə dua elədi. Və ayələrin ardınca da baxırıq, görürük elə orada Cəbrail əleyhissalam nazil olur və Zəkəriyyə peyğəmbəri oğlan uşağı ilə, Yəhya ilə müjdələyir. Yəni burada Zəkəriyyə peyğəmbər nə üçün orada dua eləyir? Zəkəriyyə peyğəmbər çox yerdə dua eləmişdi. Amma orada Allahın bir ayəsinin, bir əlamətinin, bir nişanəsinin olduğu yer kimi görür oranın ki, burada bir Allah tərəfindən göndərilmiş bir nemətlər var ki, bu xitab ünvan xanım Məryəmədir. Ona görə də həmin yeri Allahın nəzərində olduğu yer bilir və həmin şəxsin orada olduğu, ibadət elədiyi yeri bir möhtərəm yer bilir və duaların müstəcab olacağı bir yer bilir. Çünki bura Allahın nişanələrinin, əlamətlərinin zahir olduğu bir yer olur. Ona görə də Zəkəriyyə peyğəmbər dua edir və duası da müstəcab olur. Yəni bizim xalqımız da həmçinin, ümumiyyətlə müsəlman aləmində də seyidlərə, hörmətli şəxslərə, onların sonradan qəbirlərinin ziyarətə çevrilməsi də həmçinin bu baxımdan formalaşıb. Digər bir ayə Əshab-ı Kəhflə bağlıdır. Əshab-ı Kəhf ki, bu ayılıb sonra dünyasını dəyişəndən sonra o hadisədə bu Kəhf surəsindədir. Səhvləmirəmsə 27-ci ayədə ki, Allah Teala buyurur ki, bunların qəbirlərinin üstündə nə olacağına bağlı mübahisə düşür. Həmin mübahisədə bir qism deyir ki, gəlin bunların mağarasının ağzını bağlayaq. Allah bilir onların vəziyyətini. Amma ayədə ardıcan gəlir ki, وَالَّذِينَ غَلَبُوا عَلَى أَمْرِهِمْ قَالُوا لَنَتَّخِذَنَّ عَلَيْهِمْ مَسْجِدًا ki, işlərində üstün olanlar, həmçinin təfsirlərdə də bunlar qeyd olunur ki, bunlar mömin şəxslərdir. Möminlər qeyd edirlər ki, xeyr, biz onların üzərində, qəbirləri üzərində Allaha səcdə eləmək üçün bir məscid tikəcəyik. Ki, bu ayə də həmçinin göstərir ki, bəli, həmin o Allahın bir əlaməti, nişanəsi olan, ayəsi olan bir şəxslərin ehtiramının bu cür qorunur. Yəni, təbii ki, burada onlara ibadətdən gedmir söhbət, məscid Allaha səcdə olunan yer deməkdir. Ki, onlar da həmçinin bunu qeyd edirlər. Həmçinin bu seyidlərin də, qeyd elədiyimiz seyidlərin də qəbirlərinin üzərində məscidin tikilməsi həmin onların bir ayə, bir əlamət, bir nişanə olmalarına görədir. Yenə də bu onların yaşadıqları həyatla bağlıdır. Biz çünki görürük həyatda bir çox seyidlər var ki, dəfn olunublar, amma onların üzərində nə məscid var, nə qübbə var, nə yaxud deyək ki, qəbirləri ziyarətgahdır. Deməli, insanlar seyidlərin hamısına deyil, həmin o bu xüsusiyyətləri ilə, bu əlamətləri ilə seçilənlərinə bu cür hörmətlə bəli, qəbirlərini ziyarətgaha çevirirlər. Hilal müəllim, bildiyimiz kimi seyidlər ərəb mənşəlidirlər. Bəs nə üçün Azərbaycan, Türkiyə, İran, İraq və digər qeyri-ərəb ölkələrində daha geniş yayılıblar? Səbəbi nədir? Seyidlər, bəli, düz buyurdunuz ki, çox böyük coğrafiyanı əhatə edirlər hal-hazırda. Bu, tarixdə onlarla bağlı bir çox səbəblərə bağlıdır. Bəzən seyidlər müəyyən hakimiyyətlər tərəfindən rəqib görünüb, təqib olunublar. Onlar da həmin o təqiblərdən qaçmaqdan ötürü fərqli məmləkətlərə üz tutublar. Bəzən bu İslam dininin təbliği, daha da dərinləşməsi, yaşadılması üçün nəzərdə tutulub. Bəzən özləri, öz ailə, məişət məsələlərinə görə də bəzən olub ki, yayılıblar müəyyən ölkələrə, yurt salıblar orada. Həmçinin müəyyən dövlətlərdə bir qeyd elədiyimiz kimi seyidlərə olan ehtiram, misal üçün Osmanlının dövründə seyidlərə əlavə büdcədən əlavə pul verilirdi, maaş verilirdi. Onlardan vergilər, bəzi vergilər alınmırdı. Yaxud deyək ki, seyidlər bəzən Osmanlının özündə seyidlər əskər aparılmırdı. Ki, bunun əskər aparılmamasının səbəbi də o idi ki,
ordunun başçısı bilmədən onların üzərinə çığırmış olar və hörmətsizlik göstərmiş olar. Yəni onların ehtiramının sınmamasından ötürü bunlar var idi. Ona görə də seyidlər kimlər ki bu imtiyazları, bu yaşayış şəraitini görəndə təbii ki orada həmçinin axın olurdu. Amma əsasən burada seyidlərin yayılmasında İslam dininin təbliği, insanlara həmin o Peyğəmbər İslamının çatdırılması olub ki, əyanlı surətdə özləri yaşamaqla onları da təbliğ edirdilər. Tarixdə bəzi insanlar yalnız sözləri ilə deyil, əməlləri ilə də iz qoyub. Dinin yayılmasında və təbliğində nüfuzlu şəxslərin rolu danılmazdır. Çünki onlar həm sözləri, həm də işləri ilə cəmiyyətə təsir ediblər. Hilal müəllim, Azərbaycan tarixində seyidlərin rolu nə olub? Azərbaycan tarixi ümumiyyətlə seyidlərlə zəngindir. Həddən çoxdur seyidlərin təsiri Azərbaycan tarixində. Bu, biz tariximizdəki alimlərimizə baxsaq, böyük filosoflarımıza baxsaq, həm cənublu, həm şimallı götürsək, yəni çoxdur həddən artıq. Yəni bir çox bu Azərbaycan ərazisində ümumiyyətlə Naxçıvandır, Lənkərandır, Şamaxıdır, Bakıdır ki, bu ərazilərdə Qarabağ bölgəsidir. Bu ərazilərdə seyidlər əsasən sıx məskunlaşırlar. Və buradan çıxan bir çox bizim görkəmli alimlərimiz, görkəmli ədiblərimiz, filosoflarımız olub. Yəni mən bir neçəsinin adını çəkəcəyəm ki, məsələn Seyid Əzim Şirvanidir, sonra böyük sufi şeyxi Seyid Nicaridir, həmçinin Bakıda, İçəri şəhərdə qəbri olan Seyid Yəhya Bakuvidir. Bunlar İslamın görkəmli şəxsləridirlər və İslamda iz qoymuş şəxslərdirlər. Həmçinin Bakıda Seyid Əbdülqəni adında Maştağalı bir mərcəyə təqlid olub. Yəni belə seyid olan və İslam alimi, müştəhid olan, mərcə təqlidləri olan tarix boyu bir çox bizim alimlərimiz olub ki, sırf onlar Azərbaycanlı olublar və Azərbaycanda fəaliyyət göstərirlər. Zaman dəyişdikcə baxışlar da, dəyərlər də ya solur, ya da parlayır. Hər dövr öz yozumunu gətirir. Hilal müəllim, müasir dövrdə seyidlik anlayışı necə qəbul edilir və bu barədə hansı mübahisələr mövcuddur? Bayaq qeyd elədiyimiz kimi, İslam coğrafiyasında və İslamın hökm sürdüyü ölkələrdə, üstünlüyü təşkil etdiyi ölkələrdə seyidlərlə bağlı hər hansı bir problem ortaya çıxmırdı. Yəni bunu biz Osmanlının son illərinə qədər də görürük. Həmçinin Azərbaycanda da Sovet hakimiyyəti qurulana qədər də bu cür olub. Amma bizdə ki, bu 70 illik bir Sovet dövrü ki yarandı, boşluq yarandı. Həmin o din təbliği olmadığına görə, digər amillər səbəbindən seyidlərə olan münasibət, həmçinin seyidlərin də özündə bəzi müəyyən yanlışlıqlar ortaya çıxdı. Seyidlərə münasibət budur ki, yəni biz bəyaları qeyd elədiyimiz kimi, Peyğəmbərin nəslidir və Peyğəmbərin nəslinə Peyğəmbərə birinci elə Peyğəmbərin özünə görə hörmət olunur, bəli. Və bu hörmət yenə də dini inancdan doğan bir məsələdir. İndi cəmiyyətimizdə dindar qismlər və dindar olmayan böyük bir qismlər ki, hansı ki bunu ənənələri ilə yaşadıblar, cəmiyyətimizdə bu hörmət, bu ehtiram seyidlərə bu gün də yaşayır. Yəni müəyyən deyək ki, az bir qismini istisna eləməklə ki, hansı ki o dəyərlərdən müəyyən qədər ya xəbərsizdirlər, ya müəyyən qədər o dəyərlərdən qopublar, yaxud da başqa bir əqidədədirlər. Yəni bunlardan onlara qarşı hörmətsizliyi görə bilirik. Amma xalqımız, ümumiyyətlə bütün Azərbaycanın özünün düşüncə, mentaliteti seyidlərə həmişə ehtiram göstərib. Seyidlərin özləri də hazırki dövrdə öz seyidliklərini, deyək ki, Peyğəmbər ailəsinə nisbətlərini, ehtiramını qoruyan insanlar var ki, bir çoxları özləri də Allahın, Peyğəmbərin qanunlarını tətbiq edən insanlardır. Cəmiyyətdə barışıq, mehribanlıq yaratmağa, çətinlikdə olanlara kömək eləməyə, yəni müraciət edənlər üçün dua eləməyə, bu işlərlə məşğul olan insanlardır. Yəni əsasən insanların mənəvi boşluğuna bir töhfə verməyə çalışan insanlardır. Bu cür insanlardır. Amma dininə əməl eləməyən, bu qeyd elədiyimiz xüsusiyyətlərə sahib olmayan insanlardır var. Təbii ki, hər bir insan, istər seyid olsun, istər seyid olmasın, bir qeyd elədiyimiz kimi, yenə də Allah qabağında öz əməlinə görə cavab verir. İndiki dövrdə də hansı seyidlər ki, Peyğəmbərin
ailəsinə mənsub olmağın ehtiramını qoruyurlar və dininə, mənəvi, milli dəyərlərimizə hörmətlə yanaşırlar. Yenə də həmin insanlar xalqımızın müraciət mənbəyi, xalqımızın bir mənəvi bağlılıq mənbəyidirlər. Amma digərləri öz əməllərinə görə cavabdehdirlər. Hər böyük anlayışın ətrafında miflər yaranır. Mövzu böyüdükcə bu miflər də çoxalır. Hilal müəllim, seyidliklə bağlı hansı miflər və yanlış inanclar mövcuddur? Gerçək vəziyyət necə izah olunur? Hər bir dində öz həqiqəti olduğu kimi cəmiyyət tərəfindən sonradan oraya əlavə olunmuş, uydurulmuş xurafatlar da mövcuddur təbii ki. İslam dinində bundan xali deyil. İslam dininin alimlər tərəfindən təbliğ olunan, insanlara çatdırılan dində biz görürük ki, həmin bu cəmiyyətdə olan xurafat hissələri yoxdur. Amma bu xurafatın yaranma hissələri hardadır? Əsasən cəmaatın özünün baxışında, cəmaatın özünün deyə bir ədəbiyyatında biz bunu görürük. Bəzən seyidlər haqqında elə mifik hadisələr uydurulur ki, seyid bir ayağı buradaydı, sonra bir də baxdıq gördük ki, filan yerdədir eyni vaxtda. Ondan sonra seyid bir insan ölmüşdü, əlini çəkdi, onu oyatdı. Ya seyidin deyək ki, qəbri idi, getmişdim, oradan işıq saçırdı. Ki, belə şeylər olur. Təbii ki, bunlar çox vaxt maddi, fiziki qanunlara zid və kimlərinsə təxəyyülünün məhsulu olur. Çünki belə işlər bəzən bu işlərin olması bir dəlil, bir sübut tələb edir. Yəni bir insanın bunu görməsi və yaxud bunu iddia eləməsi həmin şeyin həqiqətində gerçəkdən baş verdiyi iddiası demək deyildir. Ona görə də hansı məsələlər ki, biz qeyd elədiyimiz ki, insanların gözünün qabağında birbaşa şahidləri olduğu və dəfələrlə bu iş təkrarlandığı məsələdirsə, bəli, ki, bunların nümunəsində bir Mir Mövsüm ağanın nümunəsini çəkdiyi, həmçinin həmin şəxslərdən biri də o Cənub bölgəsində Mir Sultan ağa olub ki, şəxsən özümün tanışdığım olduğuna görə o nəsillə ki, o həccə gedən vaxtı ölümünü bir neçə ay qabaqcadan yazdığı vəsiyyətində bildirib ki, bir kasetlər yazıb və həmin kasetlərdə də qeyd edib ki, mən həccə gedirəm və orada vəfat edəcəm, qayıtmayacağam və övladlarını da vəsiyyət edib. Yəni, bunlar müəyyən bir əlamətlər, nişanələr olaraq var. Amma bundan qeyri ki, deyək ki, biraz o ölünü diriltməkdir, digər məsələlərdir, bəli. Bu məsələlər xurafatdır. Ola bilərmi ki, müəllim, o kimi şeyləri danışmaqda seyidliyin məqamını biraz aşağı salmaq istəyirlər, gözdən salmaq istəyirlər. Yəni, burada o məqsəd o da ola bilərmi? Bəli, bu həm bilərəkdən ola bilər ki, bəziləri bu cür şeyləri uydurmaqla seyidliyi etibarı istəyirlər azaltsınlar. Bəzən də cahillikdən, cəhalətdən də mümkündür ki, ola bilsin. Ki, yəni bir insan öz inancından yaxud başına gələn həmin anda keçirdiyi hisslərdən dolayı ki, bunları ifadə edir. Yəni, bunun fərqli səbəblərinin olması mümkündür. Hilal müəllim, seyid olmaq cəmiyyətdə hansısa status və imtiyazlara sahib olmaq deməkdirmi? Seyid olmaq ictimai həyatımızda insanı heç bir təklifdən azad eləmir. Yəni, insan bütün o boynuna düşən, digər insanların boynuna düşən bütün vəzifələr nədirsə, seyidin də eyni ilə həmin öhdəlikləri, həmin vəzifələri mövcuddur. Amma dini nöqteyi nəzərdən qeyd elədiyimiz kimi, tarix boyu ki, İslam dinində seyidlərə xüsusi bir hörmət, ehtiram olub. Cəmiyyətimizdə də bugünün özündə də o seyidlərə ehtiramın qorunub saxlanılması tövsiyə olunan bir məsələdir. Çünki bu bizim əsrlər boyu İslam dinimizin bizə təbliğ elədiyi bir dəyərdir. Həmçinin həmin insanlara ehtiram göstərmək bizim sevimli Peyğəmbərimizə ehtiram göstərməkdir. Onun getirdiyi ali dəyərlərə ehtiram göstərməkdir. Bir qeyd elədiyimiz ayədə ki, "Qullə əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurbə" ayəsi ki, var idi ki, de ki, ya Peyğəmbər, elçiliyimin, peyğəmbərliyimin müqabilində sizdən qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm. Yəni, baxın, Peyğəmbərimiz 23 il peyğəmbərlik elədi. Bu 23 il ərzində bir çox möhnətlərlə, çətinliklərlə üzləşdi. Öz həyatını özü üçün rahat yaşamadı. Əksinə bizim üçün yaşadı və qiyamətə qədər gələcək müsəlmanlar üçün bir miras qoydu. Və bunun təbii ki, hər birimiz ki, bu mirasdan pay almışıq, hər birimiz özümüzün mənəvi dəyərlərimizi ki, Peyğəmbərin buyurduğu əxlaqa, fəlsəfəyə uyğunlaşdırmışıq.
Hər birimizin peyğəmbərə bir borcumuz var. Çünki bizim bu günləri nail olduğumuz milli mənəvi dəyərlərimizin hər biri peyğəmbərimizin təbliğ elədiyi həmin o İslam dininin dəyərləri idi. Ona görə də qiyamətə qədər də hər bir şəxsin peyğəmbərə bu borcu var. Allah Taala da buyurur ki, bu borcu siz başqa cür ödəyə bilmərsiniz. Bu borcun ödəniş yeri ancaq deyir peyğəmbərin nəslinə olan, onun qohumlarına ehtiram göstərməkdir. Hilal müəllim, verilişimizə gəldiyiniz üçün, suallara ətraflı cavab verdiyiniz üçün sizə İslam Deyişi kollektivi adından özlərinin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Çox sağ olun. Mən təşəkkür edirəm dəvətinizi görə. Sizə də növbəti fəaliyyət üzrə də həmçinin uğurlar olsun. Bu gün seyidlik mövzusuna fərqli tərəflərdən baxdıq və bir daha anladıq ki, insanın əsl dəyəri adı ilə deyil, əməli və əxlaqı ilə ölçülür. Nəslə hörmət çox vacibdir. Amma o nəsil yaşadığı dəyərlərlə, düzgün əməllərlə və gözəl əxlaqla dəyər qazanır. Hər birimiz öz amalımıza uyğun yaşamağa, cəmiyyətə, ailəmizə faydalı izlər buraxmağa çalışaq. Allah salih nəsilləri və doğruluq yolunda olanları qorusun. Bizləri də doğru yolda saxlasın. Allaha əmanət olun.